Hamınıza tərdən salam dostlar. Dostlar, bugün sizlerle birlikte 1000 kupa Dynamite için son bir maç qalıb. Qazanma serimiz də olduğu için son bir maç qalıb. İkinci olmaq bəs eləyir və 28.000 kupa içində bir maç qalıb. 28.000 olsa həm kulübümüzdə birinci olacaq kupada, həm də efsanevi qutusu alacaq. Dynamite belə oynayıram mən. Dondurma aksesuarı, zıplamada yıldız gücü. Nəysə, keçək oyunumuza. Tək hesablaşma oynayacağım. Aha, oyunumuz bir gəlsin. Oyun tapması da yeni güncəlləmədir deyənə gecə olur, biraz donur da. İlk günlərində çox donurdu. Sunucu məşğul deyib dururdu. Rəqibdə bir dənə Kaze ilə Edgarlar mənə problem olacaq yəni düşünürəm. Və başlayaq. Yanımızda burada Draco var. Draco da yəni pis karakter deyil. Vuranda vurur çox. Nəysə, gedək belə. Draco mənə tərəf gəlir. Bu qutunu alıb qaçacağım mən. Əslində üstünə geçsək daha yaxşı olur. Çünki qabağına geçsək Drakon çox vurmur. Uzaqdan çox vurur. Amma mən deyəsən bu adamı öldürəcəm. Qaçdı. Sıça bilmədi üstünə. Nəysə, gedək biraz. Yanımıza deyəndə o qıraqda da Edgar var. Biraz diqqətli olmalıyıq Edgardan. Bu çalıya getdi. Draco yox, burada deyil. Bu arada Edgar üstümüzə gəlir. Yəni Dynamite, mən də Edgar oynasaydım, birisinin Dynamite oynadığını görsəydim, mən də üstünə gedərdim. Amma mən bu adamı donduracağım, öləcək. Ölmədi. Yox, ayda. Dostlar, mən Edgar öldürdüm, amma Edgar da məni öldürdü. Nəysə, bir oyun daha tez girək. Orada Kaze çıxmasaydı daha yaxşı olurdu, amma əslində Kaze'likdə bir şey yox idi. Orada mən donduranda nədənsə adam ölmədi. Orada ölə bilərdi amma. Yenə Edgarlar gəlib, yenə ancaq Edgarla Kit bizə problem olacaq. Biraz da Bolt, çünki birdən üstümüzə gəlir, canımızın az olmasını gözləyib. Aha, Edgar var yanımızda. Buradan biraz Gloria'ya da vuraq ki, ulti dolduraq, amma heç bir də qoymuyorum. Mən onda bu yükü aldım. Bu arada Edgar üstümüzə tullana bilər ultisi dolan kimi. Bu arada Bolt bir dənə Dynamite öldürdü, yəni bizi də öldürə bilər. Aha, bu Edgar da üstümüzə gələ bilər. Hamı mənim üstümə gəlir, çünki Dynamite oynayıram. Amma üstümüzə gəlmirlər. Nəysə, gedək bu tərəflərə biraz. Yəni çox da Dynamite oynayarkən Edgarlara yaxın oynamaq lazım. Məsəl üçün Kit. Bu da aksesuar basıb üstümə gəlir bəlkə də. Aha, Bolt buralara. Aha, Kit gördüyünüz kimi aksesuar basıb üstümə gəlməyə çalışdı. Amma Bolt öldürdü həqiqətən də Kit'i. Yəni Bolt ona görə çox güclü bir karakterdir. Pearl var burada. Pearl'la da vura bilər. Amma burada Edgar var. Onsuz da bu dəqiqə dostlar 1000 kupa olubdu Dynamite'ımız. Çünki ilk 4'də qalmışıq. Biraz bu tərəflərə gedək. Bu arada mən aksesuar basıb Edgar'ı öldürərəm. Aha, Edgar'ın işi bitdi. Bir canı qaldı. Amma Pearl öldürdü və bizdən dost onunla əlləşir. Yükü al deyir bizə, alaq. Mən bu adam bu arada zəhirlərlə öldürəcəm özümü. Çünki adam orada məni öldürə bilərdi. Amma özü öldürmədi. Nəysə, özümüzü zehir öldürək. Onsuz da biz artıq əlavə kupa lazım deyil ki. Və bu qədər dostlar. 1000 kupa Dynamite'ımız hazırdır. 1008 kupa oldu hətta. Çıxaq menüyə gələk. Gördüyünüz kimi dostlar, cici kuş ünvanını da aldıq. Gördüyünüz kimi. Və Dynamite'ımız prestij 1 olur. Danıb qutarsa artıq. Və prestij 1 Dynamite, toplam 14 prestijim oldu. Gördüyünüz kimi. Dostlar, 14 prestijimiz də oldu. Və dostlar, mən indi Griff'i kasaram böyük ehtimal. Çünki ya Griff ya Rico. Və gördüyünüz kimi 28.000 kupada olduq. Girək hədiyyəmizi alaq. Görək nə çıxacaq. Mən karakter istəyərəm. Bir də yüksək sayda kredi. Amma yıldız gücü olmasın da. Nəysə dostlar, yıldız gücü oldu. Və bu arada kulübümüzdə də birinci də olduq kupada. Gördüyünüz kimi dostlar. Nəysə dostlar, bu videomuz bura qədər olsun. Sağ olun, salamat qalın.